Record. Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün yenə yeni bir mövzu ilə qarşınızdayam. Mən sizə Ümumdünya Cazibə Qanunu ilə Coulomb qanunu iki ifadəni qarşılaşdıracağam ki, necə rahat yadda saxlamaq olar. Yəni iki mövzudan birini bilməklə biz digərini də yadda saxlaya bilərik. Düşünürəm ki, oxşarlıqlarını görəndən sonra sizin yadınızda daha rahat qala bilər. Yenə mən burada lövhəni iki yerə bölürəm. Bir tərəfə yazıram Ümumdünya Cazibə Qanunu. Digər tərəfə yazıram Coulomb qanunu. Deməli, Ümumdünya Cazibə Qanunu nədir? Kütləsi olan, kütlələri olan istənilən cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsidir. Və demişdik ki, hər bir iki cismin fərqi yoxdur. Kütlələri varsa, bunlar bir-birlərinə müəyyən qədər təsir göstərə bilirlər. Və onda biz bunlar üçün yazırdıq düsturumuzu bu formada. F bərabərdir J vur M1 M2 böl R-in kvadratı. Bəs yaxşı, Coulomb qüvvəsi nə idi? Yükləri olan zərrəciklər arasındakı qarşılıqlı təsir qüvvəsidir. Yəni iki yük verilibsə bizə, buna yazıram Q1, buna yazıram Q2. Deyirdik ki, bunlar arasındakı qarşılıqlı təsir qüvvəsidir. Yazırdıq F bərabərdir K vur Q1 Q2 böl R-in kvadratı. Görürsünüz burada necə oxşarlıq var. Cazibə qüvvəsi kütlələri olan iki cisim arasındakı qarşılıqlı təsirdir. Coulomb qanununda isə yükləri olan zərrəciklər arasındakı qarşılıqlı təsir qüvvəsidir. Yekunda burada da deyirdik ki, birinci cisim ikinci cismə hansı qüvvə ilə təsir göstərirsə, ikinci də birinciyə o qüvvə ilə təsir göstərirdi. Özdə modulda yazırdıq bunları. Belə. Eyni ilə də Coulomb qüvvəsində də eyni onu yazmaq olar. İndi bizim üçün burada K nədir və böyük J nədir? Bunlara baxaq. Uşaqlar, buradakı böyük J qravitasiya sabitidir. Böyük J yazıram qravitasiya sabiti. Bəs buradakı K nədir? K Coulomb sabitidir. Fikir verirsinizsə, hər ikisi sabitdir və burada riyazi olaraq məsəl üçün kütlələr hasili ilə düz, məsafə ilə tərs asıllıq, yenə yüklər hasili ilə düz, məsafə ilə tərs asıllığı tamamlamaq üçün qoyulan bir əmsaldır, belə deyək. Və J böyük J-nin konkret qiyməti var idi. Eyni ilə də Coulomb sabitinin konkret qiyməti var. Bizdə böyük J-nin öz qiyməti və vahidini çıxardaq. Böyük J-ni buradan tapsaq nəyə bərabər olur? F vur R-in kvadratı böl M1 M2. Və burada bunun vahidini çıxarda bilərik. Vahidlərlə bağlı bizim qəbulda bir sualımız var, bilirsiniz. Onda olur kiloqramın kvadratı. Bu böyük J sadəcə sabitdir. Və bunun hazır qiyməti verilir bizə. Böyük J-nin qiyməti 6,67 vurulsun 10 üstü -11-dir. Bəs yaxşı, Coulomb sabitini çıxartsaq bəs necə olar? Coulomb sabitini də yenə burada vahidlərdən çıxardaq. Qeyd eləyək ki, buradan Coulomb sabitini tapsaq, K bərabərdir F vur R-in kvadratı böl Coulomb'un kvadratı. İndi burada fikir verin. Yenə vahidi çıxartsaq nə olacaq? Newton vur metrin kvadratı böl
A kolonun kvadratı yazdım. Burada Q1, Q2 yazmalıyam. Olacaq onda burada kolonun kvadratı. Yəqin ki, aydın olur. Lazım olarsa beynəlxalq sistemdə yazmaq üçün Newtonun açılışını bilirsiniz. Yerinə qoyub daha da sadə hala sala bilərik. Burada da K-nın hazır qiyməti var. K-nın hazır qiymətini yazsaq neçə olar? 9 vur 10 üstü 9. Bu belə. Sonra uşaqlar biz burada davam edə bilərik nə ilə? Məsəl üçün burada başqa oxşar kəmiyyətlər nə var idi? Kiçik j qravitasiya sahəsini xarakterizə edən kəmiyyətdir. Kiçik j və 1 kiloqram yükə, vahid yükə təsir edən belə deyək, qüvvədir. Vahid yükə təsir edən qüvvə isə F bölünsün M ilə xarakterizə edirdik. Eyni ilə də uşaqlar, burada da yenə elektrik sahəsini xarakterizə edən kəmiyyət var. Bunun adı olacaqdır elektrik sahəsinin intensivliyi. Fikir versiniz, adlar da oxşardır. Qravitasiya sahəsinin intensivliyi, kiçik j, böyük Y də elektrik sahəsinin intensivliyi. F bölünsün Q yazıram burada da. Niyə? Vahid yükə təsir edən qüvvə. Bu vahid kütlə təsir edən qüvvə kiçik j-dir. Vahid yükə təsir edən qüvvə isə intensivlikdir. Burada da fikir verirsinizsə, kiçik j nə F-dən, nə M-dən asılı deyil. Kiçik j-nin asılı olduğu kəmiyyətlər var idi. Eyni ilə də elektrik sahəsinin intensivliyi fikir verirsinizsə, buradakı bu sınaq yükünün qiymətindən asılı olmurdu. Burada yazıram, sınaq yükünün qiymətindən asılı deyildi. Hətta biz elektrik sahəsinin intensivliyi üçün də əlavə düsturlar bilirdik. Yaza bilərik onu da. Y bərabər idi. K vur Q bölünsün R-in kvadratıdır. Kiçik j-nin də düsturu nə idi? J M bölünsün R-in kvadratı. Bəs bu düsturlar hardan gəlir? Bunu da yadımıza salaq. Baxın, burada hansı ki F bölünsün M yazmışıq. Bu F bölünsün M-də F-i açırıq. Yazırıq böyük J vur M, M bölünsün R-in kvadratı. Burada da məxrəcdə bir dənə balaca kütləmiz var axı. Onları yerinə qoysaq, yerində alınır J-m bölünsün R-in kvadratı. Hansı ki, kiçik j-nin asılı olduğu kəmiyyətlər bu ifadədə göstərilmişdir. Eyni ilə də bu K2 böl R kvadratı ki var, bu hardan gəlmişdi? Biz bu F-i aça bilərik. Y bərabərdir F böl Q yazmışıqsa, F-in yerinə K vurulsun Q vur Q0 bölünsün R-in kvadratıdır. Məxrəcdə də deməli bölünsün Q. Bu Q'lar fikir verirsiniz, baba bunlar ixtisar gedəcək. Qalır K vur Q0 bölünsün R-in kvadratı. Hansı ki sınaq yükünün qiyməti kimi qəbul edirik də bunu. Bu formada intensivliyin də asılı olduğu kəmiyyətləri yazdıq. Bu formada siz qarşılaşdıraraq iki ifadəni ümid edirəm ki, cazibə qanununu yaxşı bilən uşaqlar elektrik sahəsindən müəyyən hissəni mənimsəmiş olur və yaxud da əksinə elektrik sahəsini bilənlər cazibə qüvvəsini az da olsa təkrarlamış oldu. Yenə kiçik j-ni burada biz göstərdik ki, vektorial kəmiyyətdir. Eyni ilə də intensivlik də vektorial kəmiyyətdir. Bu qədər uşaqlar. Ümid edirəm ki, işinizə yarayar. Sağ olun.